Bir zaman gələcək, mən ölü, siz diri. Ya o günü biz görəcəyik, ya görməyəcəyik bilmirəm, amma o zaman mütləq gələcək. Heç kəsin buna şəkki olmasın. O nə zamandır? O elə zamandır ki, birinə desələr dinsiz, məlum olacaq ki, şəxsiyyətsiz adam. Birinə desələr dindar, məlum olacaq ki, şəxsiyyətli adam. Dindar deyən kim deyir? Hə, bu şəxsiyyətli adamdır. İndi belədir, xeyr, indi belədir. İndi dindarların içində çox şəxsiyyətsiz adamlar var, dinsizlərin içində çox şəxsiyyətli adamlar. Demirəm, amma dindarların əksəriyyəti, əstağfurullah, elə deməm. Deyirəm, çoxdur belə adam. Əksəriyyət falan deyə bilmərəm. O faiz nisbətini mən bilmirəm. Amma bir gün gələcək, bu din çalxalanacaq, o ki, axirət zaman imtihanlarıdır. Çalxalanacaq, şəxsiyyətsizlər içindən atacaq, şəxsiyyətləri cəlb edəcək. Bu mütləq olacaq, mütləq. Elə ki, şəxsiyyətsizləri atdı, çıxartdı içindən, qalacaq şəxsiyyətlilər və kənarda qalan dinsiz şəxsiyyətli adamlar, amma dinlər yox. Bunlar mütləq gələcəklər. Bunlar dini qəbul edəcəklər. Din güclü adamların əyninə biçilir. Din qüdrətli adamların əyninə biçilir. Heyfdir güclü adamlar dindən uzaq qalsın. Çünki güclü adamlar dinə gəlsələr möcüzələr yaradır, zirvələrə qalxır. Elə məqamları fəth edir ki, heç kəsin heç belə deyim, oranın iyini qoxusunu hiss eləmir. Güclü adamı gətir dinə, bilsin ki, anladasan ki, güclə din tam mütənasibdir. Onu göstər.